Xeyirli olsun. Dəyərli müəllimlər, sizlər üçün Naxçıvan Muxtar Respublikasında keçirilən sertifikasiya suallarının bir neçəsini paylaşım edəcəm. Paylaşım etməmişdən öncə qeyd edim ki, müəllimlər, kimlər ki bu sınağı Google Forms üzərinə yığılmışdı, kimlər ki bu sınağı işləmək istəyir, burada qeyd olunan nömrə ilə əlaqə saxlayıb, yəni əlaqə saxlasa həmin müəllimə göndərəcəm, işləyə bilər. Və hər ay açılan sınaq qruplarımız var. Qeyd edim ki, hər ay açılan sınaq qruplarımızda hər gün sınaqlar paylaşılır. Öncəki illərin MIQ və sertifikasiya sualları da əlavə olaraq müəllimlər üçün paylaşılır. Hər biri izah olunur mən tərəfindən və qeyd edim ki, təkrar dərs qruplarımıza da qoşulmaq istəyən müəllimlər əlbəttə ki, bu nömrə ilə əlaqə saxlaya bilər. Və keçid alaq digər testlərin izahına. Baxırıq birinci testdə lüğətdən istifadə etməklə tanış olmayan sözlərin mənasını bildirir. Deməli, lüğətdən istifadə etməklə nədənsə istifadə edib, nə isə edirsə, artıq bu əlbəttə ki, olacaq tətbiq etmək. Daha sonra mətndəki əsas fikri nəzərə çatdırmaq üçün mühüm məqamları vurğulayır. Deməli, mətndəki əsas fikri nəzərə çatdırmaq üçün mətni oxumalıyıq, araşdırmalıyıq, təhlil etməliyik. Əlbəttə ki, bu ən mühüm məqamları vurğulamaq üçün. Bu da olacaq təhlil etmək mərhələsi. Daha sonra isə mətndə olan fikir və mülahizələrə münasibət bildirir. Artıq burada özü münasibət bildirir. Özü də nəyəsə münasibət bildirirsə, bu zaman deməli olacaq tətbiq etmək, təhlil etmək və dəyərləndirmək. Digər keçid alırıq ikinci sualımıza. Şah İsmayıl haqqında müzakirələrdə səsləndirilən fikirlərə nəqli münasibət bildirmək şagirddə hansı növ inteqrasiyanın reallaşdığını göstərir. Əlbəttə, müəllimlər Şah İsmayıl deyir və burada müzakirələrdə deyir Şah İsmayıl haqqında fikirlərə nəqli münasibət, nəql artıq digər fənnə keçid alır Azərbaycan dilinə. Bu da olur fənlər arası, ona görə də olacaq fənlər arası. Çünki Şah İsmayıl haqqında burada tarixlə digər fənni əlaqələndirir. Bu da olacaq fənlər arası. Daha sonra keçid alırıq üçüncü sualımıza. Hansı rəy effektiv deyil? Cümlə quruluşun düzgündür, amma durğu işarələrində bəzi səhvlərə yol vermisən, xüsusilə vergül qaydalarını yenidən təkrarla. Bu deməli effektiv rəydir. Mətnin məzmununu düzgün anlayırsan, lakin əsas ideyanı seçməkdə çətinlik çəkirsən, bu da doğrudur. Deməli inşanda fikirlər maraqlıdır. Plan quraraq yazmağa da diqqət etsən, məzmun daha doğru olacaq. Bu da düzdür. Amma keçid alırıq digərinə. Afərin, qlobal problemlər haqqında ingilis dilində yazdığın məqalə mövzuya çox şaxəli yanaşmısan və öz fikrini əsaslandırmısan. Burada necə deyim, sadəcə şagirdin nə etdiyini vurğulayır. Amma biz dedik ki, effektiv rəy şagirdin ən zəif şagirdimiz olsa belə nə etmədiyini, yəni nə etdiyini vurğulamalıyıq stimul alması üçün. Nə etmədiyini də həssaslıqla çatdırıb və gələcəkdə nə etməli olduğuna dair ona istiqamət verməliyik. Daha sonra keçid alırıq digər dərs prosesi zamanı. Bəzi şagirdlər müəllimi dinləmir. Dediklərini isə qeyd etmirlər. Müəllim bu zaman şagirdlərlə qışqırmaqla, onları cəzalandırmaqla kifayətlənir. Bəli, deməli burada iki cür yanaşma var idi. Reaktiv yanaşma və proaktiv yanaşma. Reaktiv yanaşmada müəllimin baş verən bir proseslərə, hallara, yəni bu kimi hallara öncədən bir planı yoxdur. Amma proaktiv müəllimin hər zaman bir B planı vardı. Öncədən, yəni bir B planı var. Hazırlıqlı desək də, yəni bir planı olur müəllimin. Deməli, baxırıq variantlara. Müəllim plansız, qaydasız müəllim olduğuna görə sinifi ələ ala bilməyib. Əlbəttə ki, elə bu olacaq. Çünki biz dedik, bu reaktiv müəllim yanaşmasına aid olacaq. Proaktiv müəllim, yəni öncədən bir B planı olur. Amma müəllim avtoritar üslubdan istifadə edib, burada avtoritar qışqırmaqla yəqin ona görə düşünərsən, amma burada yanaşmanı soruşur. O da iki cür yanaşma var idi, reaktiv və proaktiv. Digər 5-ci testdə keçid alırıq. Şagirdlər iki ictimai hadisəni müqayisə edərək
oxşar və fərqli cəhətləri ayırırlar. Deməli, oxşar və fərqli cəhətləri ayırmaq burada əlbəttə ki, olacaq. Deməli, konseptual, çünki müqayisə edir, ayırır. Konseptual anlamaq, anlaması necə oxşar və fərqli cəhətləri ayıra bilər və məntiqi təfəkkür. Digər keçid alırıq 6-cı suala. Verilmiş mətni oxuyun. Onun əsas ideyasını müəyyənləşdirin və öz mövqeyinizi əsaslandırın. Mətni oxuyur, onun əsas ideyasını müəyyənləşdirir və öz mövqeyini müəyyənləşdirir. Öz mövqeyini müəyyənləşdirmək dəyərləndirmək mərhələsində olacaq. Deməli, siz Python proqramının içərisində ədədləri cəmləyib və ədədi orta hesablayacaqsınız. Bu da inteqrasiyanın hansı növü olduğunu soruşur bizdən. Burada da əlbəttə bu proqram informatikada var. Hesabdakı cəmləyib ədədi orta hesablamaq da riyaziyyatdadır. İnformatika və riyaziyyatı əlaqələndirir. Əlbəttə bu yalnız fənlər arası. Çünki 2 və daha çox fənnin əlaqələndirilməsi bu fənlər arası inteqrasiya olacaq. Keçid alırıq digərinə. Eni 5 metr, uzunluğu 8 metr olan düzbucaqlı formalı bir otağın, deməli, perimetrini hesablayın. Əlbəttə, burada heç bir fənnə keçid almır. Sadəcə bu olacaq fənn daxili, yəni eyni məzmun xətti daxilindədir. Yəni bu tapşırığı verir riyaziyyat dərsi daxilində. Elə bunu həyata keçirir. Bu da olacaq əlbəttə ki, yalnız fənn daxili. Keçid alırıq digərinə. Sinifdə dərs zamanı şagirdlər arasında səs-küy yaranır və ümumi xaos müşahidə olunur. Müəllim vəziyyəti nəzarət altına almaqla çətinlik çəkir. Deməli, almaqda çətinlik çəkir. Bu halda müəllim hansı addımı atmalıdır? Əlbəttə ki, müəllim dərs zamanı intizam pozulduqda müdaxilə xeyr. Bu, reaktiv müəllim yanaşması da olmaz. Sinifdə qayda və prosedurların əvvəlcədən aydın və sistemli şəkildə müəyyənləşdirməlidir. Bəli, elə B variantı olmuş olacaq. Keçid alırıq digərinə. Verilmiş düstura əsasən kartları 3 ən və 3 yəni santimetr, bəli, santimetr və 4 santimetr olan düzbucaqlı üçbucağın hipotenuzunu tapın. Deməli, verilmiş düstura əsasən, yenə də düstura əsasən var burada. Bu da deməli olacaq tətbiq etmək mərhələsi. Yəni burada verilmiş düstura əsasəndir, həmçinin də hesab var, o da olacaq tətbiq etmək mərhələsi. Bəli, müəllimlər, bu kimi sınaqlar, ümumiyyətlə bu Naxçıvan Muxtar Respublikasında sertifikasiya düşmüş testlərdir. Hər birini əlbəttə ki, işləmək istəyirsinizsə, yuxarıda qeyd etdiyim nömrə ilə əlaqə saxlayın, sizə göndərək işləyə bilərsiniz. Yəni tam ödənişsiz şəkildə. Amma əlavə olaraq onu da qeyd edim ki, hər ay açılan sınaq qruplarımıza da qoşula bilərsiniz. Hər gün müxtəlif situasiya tipli testlər işləyirsiniz. MİQ və sertifikasiya sənədi, yəni sertifikasiya çərçivə sənədi əsasında hazırlanmışdı sınaqlarımız. Həmçinin də təkrar qruplarımız da əlbəttə ki, qoşulmaq istəyən müəllimlər bir dəfə ödəniş edib imtahan gününə qədər bizimlə olacaq və testlər üzərindən, həmçinin də dərslər üzərindən təkrar etmiş olacaqsınız. Yəni biliklərinizi daha da möhkəmləndirmiş olacaqsınız. Belə müəllimlər, məni dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.